Bir daha sabahınız xeyir olsun hörmətli dinləyicilər. Azərbaycan radiosunu dinləyirsiniz. Efirdə Gəl Səhərin proqramıdır. Studiyada İlkin Babayev və Starə İsmaildir. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun əziz dinləyicilər. Amma nə edirsiniz eləyin, mütləq Azərbaycan radiosunu dinləyin. Çünki Azərbaycan radiosu sizin radionuzdur. Bəli, 24 saat fasiləsiz yayımlanan Azərbaycan radiosunda səhər efirimiz davam edərkən hal-hazırda Milli Yusuf ifası səslənir. Ağ təyyarə ilə biraz əvvəl də biz həmin bu xəbər fasiləsində göz gəzdirdik. Dünyanın bir çox ölkələrində artıq qar yağmağa başlayıb, qış öz sərt üzünü göstərir. Və o sərt üz birinci İtaliyada dəhşət dərəcə rekordu vurub, qırıb, belə deyək, qar yağıntısı ilə. Hətta məktəblər də tətil olunub. Tətil olunub, bağlanıb. Bizdə isə hava yaxşıdır, Bakıda gözəl hava müşahidə olunur. Payız havası müşahidə olunur hal-hazırda qışda. Odur ki, havanın gözəlliyinə vurğun olmaq lazımdır və bu havada əsas odur ki, hər vaxtınız varsa çıxın gəzintiyə. Əsas məsələ mən düşünürəm ki, insan fəsilləri təbiətdə yaşasın, könlündə deyil. Çünki əgər təbiətdə qışdırsa, ürəyində də qış olmalı deyil. Ürəyiniz isti olsun əziz dinləyicilər. Bizim ürəyimizdə bahar fəslidir. Elə bu fəsli sizinlə birlikdə yaşamaq istəyirik hörmətli dinləyicilər. Artıq rəsmi olaraq ölkədə də iş saatı 7 dəqiqədir ki, başlayıb uğurlu bir iş günü və iş həftəsi arzulayırıq sizə. Mir Yusufun ifası səslənir. Ağ təyyarə. Geçmişim ayağıma dolaşıb mən uçuram bu yüklə bir səmaya. İçmişəm həyatla dolu bir qədəh ki dünya bənzəsin bir saraya. Buludlar yardağım, ulduzlar qondağım, gedirəm kainatla yuxuya. Ancaq ruhumun əkizləri duyar, nəqarəti mənlə birgə oxuyar. Ağ təyyarə mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Mən xəyallarla köçmüşəm, dönə bilmirəm, dönə bilmirəm. Ağ təyyarə mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Mən durnalarla köçmüşəm, dönə bilmirəm, dönə bilmirəm. Özümü tərk edib özümü dərk edirəm. Vərdişimin adımla dalaşır, mən qaçıram suallarımdan uzağa. Gəlmişəm savabla dolu bir sabah, günahım bir gecə ilə yüz ola. Günəşim yaradar gölgəmi, buludlar ona can verər və qoruyar. Yenə ruhumun əkizləri duyar, nəqarəti mənlə bir də oxuyar. Ağ təyyarə mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Mən xəyallarla köçmüşəm, dönə bilmirəm, dönə bilmirəm. Ağ təyyarə mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Mən durnalarla köçmüşəm, dönə bilmirəm, dönə bilmirəm. Özümü tərk edib özümü dərk edirəm. Özümü dərk edirəm. Sən sağ qanat, mən sol qanat, havalimanımız uçuş yarat. Kolay 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 səyyahət. Kahve içer misiniz? Evet. Ağ təyyarə mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Ağ təyyarə mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Özümü tərk edib özümü dərk edirəm. Özümü tərk edib özümü dərk edirəm. Azərbaycan radiosu 105 FM. Səhərin
Poeziya buketi. Bülbül azad olub dar qəfəsindən, İstər ki məst olsun yar nəfəsindən. Car çəkib cahana dolğun eşqini, bildirsin qutarıb sar tənəsindən. Hər bülbül gül üçün ahuzar edir, yara nə zülüm etsə yenə yar edir. Bülbül gülə möhtac, gül də bülbülə, arada ixtilaf ancaq xar edir. Tikansız gül olmaz, sevdasız bülbül. Gör sən nə haydasan ey dəli könül. Yaratsa gülləri xaliq tikansız, hər yetən qönçəyə qonmazmı bülbül? Ürəkdir, xoş arzudur, diləkdir. Bugündür, gələcəkdir Azərbaycan radiosu.
Azərbaycan radiosunda Gəl Səhərim davam edir. Bəşər sivilizasiyasının inkişafında və bugünkü müasir səviyyəyə çatmasında kişilərlə bərabər qadınların da əvəzsiz rolu və xidmətləri olub. Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, qadınların fəaliyyəti olmadan orada uğur qazanılsın və müvəffəqiyyət əldə edilsin. Lakin tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı mərhələlərdə qadına münasibətdən asılı olaraq cəmiyyətdə zərif cinsin rolu da müxtəlif olub. Çünki qadınların cəmiyyətdə və cəmiyyət həyatındakı rolu mövcud ictimai-siyasi şəraitdən, onlara göstərilən münasibətdən asılı olaraq fərqli sivilizasiyalarda və cəmiyyətlərdə fərqli formalarda özünü biruzə verib. Bugün ölkəmizin müstəqilliyinin və dövlətçiliyimizin qorunub möhkəmləndirilməsində layiqli xidmətlər olan Dilruba Camalovanın doğum günüdür. Dilruba Camalova 1993-cü ilin avqust hadisələrində Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması uğrunda vuruşan bir sərkərdə kimi həyatının ən böyük uğurunu qazanıb. Onun haqqında texnik elmlər doktoru, professor, millət vəkili və Dilruba Camalovanın şagirdi olan Hüseyn Bala Mirələmov danışır. Bütün məktəb kollektivi bilirdi ki, mən ədəbiyyat sevirəm, yazı pozuyla məşğulam. O vaxt mən Azərbaycan Peyniri qəzetində və yerli qəzetdə elə bir nömrə olmazdı ki, mənim orada yazılarım dərc olunmasın. Və artıq 7-ci sinifdə oxuyanda mənim hekayələrim dərc olunurdu. Bir dəfə yadımdadır, şəkil də var, xatirə kimi saxlamışam o şəkili. Dilruba müəllimə biz 7-də oxuyurduq. Bizi Babək adına safxozun fermasına apardı ekskursiyaya və yolda uşaqlarla maraqlandı. Kim gələcəkdə hansı ixtisas seçmək istəyir, hansı peşənin sahibi olmaq istəyir və mən də təbii ki, yazı pozu ilə məşğul olduğuma görə mən çox ürəklə dedim ki, Dilruba müəllimə, mən jurnalist olmaq istəyirəm. Və sözün həqiqi mənasında bu biraz fikirləşdi və dedi ki, olar mən sənə bir məsləhət verim. Dedim, buyurun müəllimə. Dedi ki, mən sənin yerində olsaydım jurnalistikaya getməzdim. Sən istedadlısan, mən bunu bilirəm, sənin yazılarını oxuyuram, Azərbaycan Peyniriyəsində məqallarını oxuyuram, hekayələrini oxuyuram. Mən sənin yerində olsaydım, mən gedərdim, ya həkim olardım, ya mühəndis olardım, qeyri bir ədəbiyyat ixtisasını seçərdim və onsuz da sənin bir istedadın var, sən həmişə yazacaqsan. Mənim o vaxt yadıma gəlir, mənim üçün Dostoyevski misal gətirdi, Çexov misal gətirdi. O vaxt Çingiz Aytmatov yeni parlayırdı. Çingiz Aytmatov mənə misal gətirdi ki, bəs onlar həkimdir, biri zootexnikdir, nə bilim nədir və görürsən onlar necə böyük yazıçılardır. Və sözünə elə məndən təbliğat apardı ki, mən elə o dəqiqə məni inandırdı ki, sən istedadlısan, sənin qələmin var, sən jurnalist də, filolog da olmasan, sən gözəl yaza biləcəksən gələcəkdə. Və mən ona söz verdim ki, baş üstə. Mən bir həkim ya mühəndis olaram və sözün həqiqi mənasında o vaxt mən orta məktəbi çox əla qiymətlərini bitirdim. Məktəbi mən gümüş medalla bitirdim. Getdim Azərbaycan Politexnik İnstitutunə, İnşaat Fakültəsinə qəbul olundum. Onun dediyinə mən əməl elədim. Və sonralar da hər dəfə biz görüşəndə o mənə deyirdi ki, afərin oğlum, çox düz elədin. Nəyə görə bunu mənə deyirdi? Çünki artıq mən Politexnik İnstitutu oxuya da mənim hekayələrim, povestlərim mərkəzi jurnallarda, qəzetlərdə dərc olunurdu və onları oxuyurdu. Məni izləyirdi və tale ilə gətirdi ki, mən hərbi xidmətə öz borcumu verəndən sonra qayıtdım doğma Lənkərana. Mən Lənkəranda 4 nömrəli qaz tikinti quraşdırma idarəsində mühəndis işlədim. Onda Dilruba müəllimə Şəhər Partiya Komitəsinin 2-ci katibi işləyirdi. Sonra da 1-ci katibidir. Mən ona artıq bir rayonun böyük kimi, rayonun rəhbəri kimi mən ona hörmət edirdim. Və mən görürdüm təkcə müəllimə kimi yox. Bu həm də rayona rəhbərlik edən bir insan kimi böyük bir təşkilatçıdır. Lənkəranı sevən bir insandır. Lənkəranın qayğılarına yaşayan, Lənkəranın problemlərinə yaşayan insandır və sözün həqiqi mənasında biz, mənim yadımdadır ki, 86-cı ilə qədər biz onunla bir yerdə işlədik. Sonra mən Bakıya köçdüm və tale ilə gətirdi ki, o Bakıya gəldi işləməyə. Qadın komitəsində sədr müavini oldu və biz yenə də tədbirlərdə tez-tez görüşürdük. O mənimlə maraqlanırdı, nə yazırsan, nə pozursan. Yeni yazdığım kitabları, əsərləri mən o dəqiqə ona çatdırırdım. Oxuyurdu, sonra çıxırdı mənə deyirdi. Mən onu xatırlayanda
Mən ona rəhmət deməyə dilim gəlmir. İnanın, o mənim üçün ölmür də. Bizim ən sevimli müəlliməmiz olub. Sevimli rəhbər olub rayonda bizim üçün. Həmişə mənə diqqətlə, həmişə qayğı ilə mənə yaşayıb, həmişə əsaslıqla mənə yanaşıb o. Yəni orta məktəbdə o necə mənə qayğı ilə, diqqətlə yanaşırdısa, Şəhər Partiya Komitəsinin birinci katibi olanda da, ikinci katibi olanda da, o həmişə mən idarə rəhbəri idim artıq. Amma ona baxmayaraq, o həmişə məndən həssas, ehtiyatla danışırdı məndən. Müəllim şagird münasibətlərini həmişə saxlayırdı. Bu hər adamda olan məsələ deyil. Müəllim ürəyi, müəllim olmaq, bu böyük bir cazibədir. Yeni Azərbaycan Partiyasını Lənkəranda yaradanlardan mən dedim birincisi oldu. Heydər Əliyev Partiyasına sədaqət, Heydər Əliyev amallarına, ideyalarına sədaqət Dirilmə müəllimənin qanındaydı, canındaydı. O bütövlükdə Lənkəranı sevdiyi qədər bütün Azərbaycanı sevirdi. Ona görə də o ulu öndərimiz Heydər Əliyevin prinsiplərinə, onun amallarına çox sədaqətlə qulluq edirdi. Və çox təəssüf edirəm ki, o həyatı çox faciə bir şəkildə sona yetdi. Şəxsən mənim üçün o ölməyib. Mənim qəlbimdə işıqlı bir müəllim obrazı yaşayır. O da Dirilmə müəllimədir. Allah rəhmət eləsin. Bağların var, bəhrəli bağların var.
Azərbaycan Radiosu 105 FM. Bəli, 105 FM-də əziz dinləyicilər, sizin maraq dairəniz rubrikası ilə verilişimizi davam etdiririk. Bayaq da söylədik ki, maraqlı bir mövzu müzakirə edəcəyik, hətta daha doğrusu sizin maraq dairənizə səbəb olacaq. Söhbət təlxəklik sənətindən gedir. Adətən bu sözü ilkin bəzən həddindən artıq şənlik eləyən, nə bilim ədəbazlıq eləyən, biraz oyun çıxaran, çox səsli küylü adamlara el arasında deyirlər ki, məsələn, filan kəs təlxək kimi aparır. Yəni onu bir növ qınaq bəli, müraciət edəndə elə deyirlər. Yəni və yaxud da fikir bildirərkən onu lağa qoymaq üçün bu ifadəni işlədir. Amma əslində bu böyük bir sənətdir. Və ondan əvvəl, hər şeydən əvvəl bu məqamları keçməzdən qabaq deyək ki, keçmişdə padşahların, feodalların sarayında ən hörmətli qonağı belə təlxəklər qarşılayardı. Onlar üçün oyunbazlıq eləyərdi və hətta Çəmənzəmənlinin bir əsərində də deyilir ki, təlxəklər bütün saray kərəklərini məhz meydanda qoydular. Bu ifadədə də böyük bir fikir var. Elə biz də gəlin görək bu sənətin banisi kim olub? Bəli, verilişimizin əvvəlində də söyləmişdim birinci saatda ki, bu dəfə Josef Grimaldi haqqında danışacağıq, hansı ki o təlxəklik sənətinin banisidir və İngilis aktyorudur. İngiltərənin ən məşhur klonlar biri Josef Grimaldi ağdərli ilk təlxək hesab edilir. Valideynləri aktyor olan Grimaldi hələ 3 yaşı olanda teatr tamaşalarında iştirak etməyə başlayıb, pantomim, akrobatika və sehirbazlıq sahəsində olan bacarıqları sayəsində Grimaldi bütün İngiltərədə məşhurluq qazanıb. Məşhur Josef Grimaldi artıq gənc yaşlarında Kral teatrında çıxış eləyirdi. Böyük təlxək adı ilə tanınan Grimaldi ilk dəfə olaraq pantomim sənətində ağ rəngli üz boyasından, uzun ayaqqabılardan və təlxək başlığından istifadə edib. Məşhur Grimaldi maskanın yaranması isə 1806-cı ildə baş vermişdi. Joseph Covent Garden teatrında aktyor idi. Arlekin və Anagas və ya Qızıl Yumurta pantomim tamaşasında ilk təlxək rolunu ifa eləyib. Grimaldi ağzını, qaşını mürəkkəblə boyayar, yanaqlarına və alnına 3 bucaq boya çəkirdi. Belə əsrarəngiz bir makiyaj auditoriyanın ən arxadakı oturacaqlarından belə görünürdü. Xüsusilə Grimaldinin saç parikləri diqqəti cəlb edirdi. O səhnə zamanı onları hətta bir neçə dəfə dəyişirdi. Josef Grimaldinin sonuncu tamaşası 1828-ci il iyunun 27-sində keçirilib. O pantomima tamaşası Yalançı Arlekini oynayıb. O dövrdə o revmatizma xəstəliyindən əziyyət çəkirdi. Josef səhnədə və hətta yeriyərkən belə çətinlik hiss eləyirdi. Həyatının sonuna qədər sənəti ilə məşğul olan Grimaldi 1837-ci ildə 31 may tarixində vəfat eləyir. Məlumat üçün bildirək ki, Josef Grimaldinin xatirəsi üçün hər il fevral ayının ilk həftəsində London şəhərində yüzlərlə pantomim aktyorunun iştirakı ilə karnaval təşkil edilir. İngilis xalqının sevilmisi olan Josef Grimaldi həyatı və ümumilikdə bədii sənəti barədə məlumatı Charles Dickens tərəfindən redaktə edilmiş Josef Grimaldi adlı kitabında yazıb. Bugün Azərbaycanda da pantomim teatrında yetərincə peşəkar aktyorlar çalışır və yolunuzu pantomim teatrına salsanız, həqiqətən onların öz işinin öhdəsindən necə məharətlə gəldiyinin şahidi olarsınız və təbii ki, çox böyük bir zəhmət, eyni zamanda istedad tələb edən enerji, bəli, tələb edən bir sənətdir. Hər halda bu söylədiyimiz kimi və dediyimiz kimi pantomim teatrının tarixçəsində də həmin təlxək, yəni Josef Grimaldinin böyük rolu olub. Verilişimizi isə Səs Azərbaycan yarışmasının iştirakçılarından biri olan Rüfət Xəlilin ifasında Boş Ver adlı mahnı ilə davam etdiririk. Mahnının musiqisi Eldar Mansurova məxsusdur. Amma siz heç nəyə boş verməyin, çünki həyat gözəldir. Bu dəqiqələrdə Azərbaycan radiosunu dinləyin. Elə mahnıda da deyilir ki, ağrıları, acıları boş verin. Yenə həsrətin ot salıb ürəyimin yarasına, bizi bu ayrılıq üzdü, getmə gəl. Demək ki yollar uzanıb, gəlmişəm yarısına, buz kimi soyuğum kəsdi, getmə gəl. Yenə həsrətin ot salıb ürəyimin yarasına, bizi bu ayrılıq üzdü, getmə gəl. Demək ki yollar uzanıb, gəlmişəm yarısına, buz kimi
Acıları, ağrıları boş ver. Yüreğimin parası olan. Ötenleri, geçenleri boş ver. Esas eştir, gerisi yalan. Acıları, ağrıları boş ver. Yüreğimin parası olan. Ötenleri, geçenleri boş ver. Esas eştir, gerisi yalan. Acıları, ağrıları boş ver. Yüreğimin parası olan. Ötenleri, geçenleri boş ver. Esas eştir, gerisi yalan. Gözləyirəm, gözləyirəm. İnan ki yox gözüm, bu sənə son sözüm. Gözləyirəm, gözləyirəm səni. İnan ki yox gözüm, bu son sözüm. Acıları, ağrıları boş ver. Yüreğimin parası olan. Ötenleri, geçenleri boş ver. Esas eşittir, gerisi yalan. Acıları, ağrıları boş ver. Yüreğimin parası olan. Ötenleri, geçenleri boş ver. Esas eşittir, gerisi yalan. Acıları, ağrıları boş ver. Yüreğimin parası olan. Ötenleri, geçenleri boş ver. Esas eşittir, gerisi yalan. Gəl səhərimdə mədəniyyət xəbərləri. Salam, sabahınız xeyir əziz dinləyicilər. Mədəniyyət xəbərlərinin yeni ildə ilk buraxılışını təqdim edirik. Studiyada Sədaqət Rauf qızıdır. Ötən il Qız Qalası və Şirvanşahlar Sarayı kompleksini 250 mindən çox turist ziyarət edib. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, bu iki qədim abidə İçərişəhərin ən çox ziyarət edilən məkanlarından olub. Ötən il ərzində Şirvanşahlar Sarayı kompleksini ziyarət edən 100 mininci turist idarə tərəfindən müəyyən edilərək xatirə hədiyyələri və xüsusi sertifikatla təltif edilib. Bu ildə ənənənin Qız Qalasının ziyarətçiləri üçün tətbiq edilməsi planlaşdırılır. Qeyd eləyək ki, İçərişəhəri ziyarət edənlərin sayı günü-gündən artır və qoruq xalqımızın milli mədəni irsi və tariximizlə tanış olmaq üçün ən gözəl imkanları yaradır. Yanvarın 10-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Zoluşka baleti nümayiş olunacaq. Mariya 2 səhnəsində təqdim olunacaq baletdə Şahzadənin partiyasına Azərbaycanın əməkdar artisti Timur Əskərov ifa edəcək. Həmgərlimizə çıxışında uğurlar arzu edirik. Onu da qeyd eləyək ki, baletin Mariya Teatrında premyerası 2002-ci ildə olub. Yanvarın 11-dən 13-nə kimi paytaxtda ilin çoxdan gözlənilən ən böyük tədbiri Bakı Qəhvə və Çay Festivalı baş tutacaq. 3 günlük festival çərçivəsində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək. Festivalın əsas məqsədi çay və qəhvə sənayesinin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaqdır. Layihə çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında Amerika Birləşmiş Ştatlarında keçiriləcək World Barista Championship-də təmsil edəcək.
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Ümid Beynəlxalq İncəsənət yarışması keçiriləcək. Yarışma yaş kateqoriyasına görə keçirilir. Yarışları keçirməkdə məqsəd gənclərin kənarda qalmamasıdır. Onların öz bacarıqları sayəsində uğurlar qazana bilmələri, səhnəyə çıxmaları və özlərini daha da inkişaf etdirmələrinə səbəb olmaqdır. Bakı Dövlət Sirkində Rusiya və Belarusdan olan dünyaca məşhur sirk ustaları tamaşaçıları qeyri-adi nömrələrlə sevindirməkdə davam edir. Yanvarın 13-nə kimi davam edəcək sirk şousunda əhəlləşdirilmiş heyvanlar, cigitlər qrupu, hava gimnastları, akrobatlar, qeyri-adi lazer və işıq effektləri, şən klonlar, şaxta baba və qarqızın çıxışları təqdim olunur. Biletlər sirkin kassalarında hər gün saat 10-dan 20-ədək satılır. Və sonda xəbəriniz olsun ki, yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında xalq rəssamı Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin və tələbələrinin Maestro and Artist adlı sərgisi açılacaq. Sərgi rəssamın 75 illik yubileyi çərçivəsində təşkil olunacaq. Sərgidə Arif Əzizin və 100-ə yaxın tələbəsinin əsəri nümayiş ediləcək. Qeyd edək ki, müasir Azərbaycan incəsənətində Arif Əzizin yaradıcılığı xüsusi yer tutur. Ötən əsrin 70-ci illərindən başlayaraq Arif Əziz dizayn, dekorativ tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib. Əziz dinləyicilər, siz mədəniyyət xəbərlərini dinlədiniz. Dünən Bizi yollar səsləyir, bizi yollar gözləyir. Bugün sabahı bizimlə Azərbaycan Radyosu 105 FM. Sən zaman ürəyimdə tellər əstir.
istəmirsən üzüm gülər. Ayrılıq son olsun gərək buna dözməyir ürək. Yuxularım oldu gelişər. Hərdən yağan yağışlar sənə mənsiz toxunsun. Yazılan şirin nəğmələr ikimizdən oxunsun. Hərdən yağan yağışlar sənə mənsiz toxunsun. Yazılan şirin nəğmələr ikimizdən oxunsun. Hərdən yağan yağışlar sənə mənsiz toxunsun. Oxunan şirin nəğmələr ikimizdən oxunsun. Hərdən yağan yağışlar sənə mənsiz toxunsun. Yazılan şirin nəğmələr ikimizdən oxunsun. İkimizdən oxunsun. Mahnı yağışdan bəhs eləsə də hal-hazırda gözəl bir hava müşahidə olunur. Yanvar ayının 7-si hörmətli dinləyicilər və sizə dünyanın qəribəliklərindən danışmaq istəyirik. Əslində hər birimiz gül çiçək dediyimiz zaman gözəlliklərlə yanaşı xoş bir ətir, qoxu da təsəvvürü yaranır. Amma əksinə çox pis, ikrah edici iyi verən güllər də var. İndi onlardan biri haqqında, daha doğrusu dünyanın ən pis iyi olan bir gül haqqında danışacağıq. Yəni bu təbiətin özünün möcüzəsidir, amma bu eyni zamanda faktdır. Belə bir hallar var. Məsələn, dediyimiz kimi Amorphophallus çiçəyi dünyanın ən üfunətli bitkisi sayılır. Bitki xoşa gəlməz, ürək bulandıran qoxu verdiyinə görə ona bəzən meyit gülü deyirlər. Bu tropik çiçəyin əsas xüsusiyyəti ondan ibarətdir ki, yalnız ona toxunduqda pis iyi gəlir. Yəni sadəcə kimsə evində qoysa belə ya otağında və yaxud əkildiyi yerdə, dayandığı yerdə cürət eləyib ümumiyyətlə onu evdə saxlamağa deyil. Kimsə adına toxundu. görə, amma bunun müxtəlif adları var. İndi irəliləyən dəqiqələrdə biz bu çiçəyin bir neçə adını oxuyub sizə məlumat verəcəyik. Bəli, belə ki, Amorphophallus həm də dünyanın ən hündür bitkisidir. Təxminən 3 metr yüksəkliyə qədər arta bilir. İnsan boyundan da hündürdür qat-qat. Və bu qeyri-adi tropik çiçək daha çox Hindistan, Çin, Vyetnam, Yaponiya, Laos, Kamboja, Braziliyada bitir və həmkarım da söylədiyi kimi bir çox adı var. Lilya vudu, şeytan dili, ilan palması, meyit gülü və Amorphophallusun 100-ə yaxın da növü var hətta. Adlarından da hiss edirik ki, həqiqətən də bunun qoxusu necə ola bilər. Çiçəyin yarpaqları cəmi bir neçə ay yaşayır. Martın sonundan oktyabrın ortalarına qədər. Sonra o tədricən saralır və quruyur. Məsələ burasındadır ki, onun kök yumurtalarında ənənəvi Yapon mətbəxində şorbalarda, buğda bişirilmiş yeməklərdə geniş istifadə olunur. Yəni o təkcə dekorativ çiçək deyil, eyni zamanda mətbəxdə, məhz Yapon mətbəxində istifadə olunur. Hesab olunur ki, bu xörəklər orqanizmin təmizlənməsində və çəkinin azalmasında həddindən artıq kömək göstərir. Belə, bu da dünyanın qəribəlikləri haqqında sizə verdiyimiz məlumatlar. Hal-hazırda bizi dinləyən bütün dinləyiciləri bir daha salamlayırıq və Gəl Səhərin proqramını isə Ramalın ifası ilə davam etdiririk. Hörmətli dinləyicilər, dalğan dəyişməyin. Siz Azərbaycan Radiosunda Gəl Səhərin proqramını dinləyirsiniz. Verişi sizə Stare İsmail və İlkin Babayev təqdim edir. Mənə nə gəlirsə sevgimdən gəlir. Kimə ürək verdim, yağıdır mənə. Arxa söykəməyə dağlarım vardır. İndi də gözümün dağıdır mənə. Gecə günəş yatır göz
gözlerim yatmır. Köksüme sancılan ağlıma batmır. Ay, daha çaylarımız denize çatmır. Dünyanın derdini axıdır mənə. Daha çaylarımız denize çatmır. Dünyanın derdini axıdır mənə. Ruhuma düştü sen ahından. Yarına toxundum keç günahımdan. Ürəyim sınmışdı hak dərgahına. Bu mahnı bir ümit bağıdır mənə. İndi də gözümün dağıdır mənə. Dünyanın dərdin axıdır mənə. Bu mahnı bir ümit bağıdır mənə. Bu mahnı bir ümit. Dert çekmek çetin, dert vermek asan. Sirrimin ne güzel var ağlamısan. Belki ben ölmüşem, sen ağlamısan. Ay, ay, mahnında duvarı ağıdır mənə. Gece güneş yatır, gözlerim yatmır. Köksüme sancılan ağlıma batmır. Ay, daha çaylarımız denize çatmır. Dünyanın derdini axıdır mənə. Daha çaylarımız denize çatmır. Dünyanın derdini axıdır mənə. Ruhuma düştü sen ahından. Yarına toxundum keç günahımdan. Ürəyim sınmışdı hak dərgahına. Bu mahnı bir ümit bağıdır mənə. İndi də gözümün dağıdır mənə. Dünyanın dərdin axıdır mənə. Bu mahnı bir ümit bağıdır mənə. Belə hörmətli dinləyicilər, artıq verilişimizin sonuna gəlib çatırıq. Və Volter deyir ki, iş insanı 3 bəladan qurtarır. Avaraçılıqdan, qəbahətdən və ehtiyacdan. Həqiqətən də sözlərində böyük hikmət var. Ümumiyyətlə dahilərin deyimləri bizim həyatımıza işıq saçıb, yəni bir mayaka çevirib. Çünki bəzən bir söz elə təsir eləyir ki, insanın həyatı dəyişə bilir. İnsanın əməlləri dəyişə bilir. Bəli, həqiqətən də əsas düzgün nəticə çıxarmaqdır təbii ki. Mütləq sözdən nəticə. Ulu sözünə qulaq asmayan deyir, ulu yolluya qalar. Bu da bizim el məsələdir. Odur ki, biz bu sözlərə istinad edək, həyatımızı düzgün istiqamətə yönəldək və əsas məsələ, insanın başı öz işinə qarışanda hissləri də, əməlləri də təmiz olur. Və elə bu istəklə də əziz dinləyicilər, gəl səhərim deyib səhər saatlarından elə bu dəqiqələrə qədər bərabər həm söhbət olduğumuz yolculuğa biz, necə deyərlər, xitam veririk. Bu günlük, amma yenidən sizə sabah səslənəcək hörmətli dinləyicilər. Azərbaycan Radiosunun səhər redaksiyası yenə də sabah saat 8-10 dəqiqədən etibarən Gəl Səhərin proqramında sizə maraqlı bir verilişi təqdim edəcək. Bugünkü verilişin ssenari müəllif və aparıcıları İstari İsmail İlkin Babayev, redaktorumuz Bəxtiyar Bəxtiyarov və bayaqdan davamlı eyni mahnını təkrar səsləndirən ki, dayansanız artıq mahnını səsləndirən rejissorumuz Kamran Nadiroğlu idi. Təşəkkürümüzü bildiririk hər birinizə. Biz susuruq, amma Azərbaycan Radiosu dediyimiz kimi 24 saat fasiləsiz xidmətinizdədir. Sağ olun, gələn hər səhəriniz xoş ovqata köklənsin. Salamat qalın. Qəlbini çəkib getdin, gedən kəsi saxlamaq olmaz. Bu şəhər ikimizə dar, keçilməz küçələrini, gündüzlərini özünə apar. Mənə bıraq gecələrini. Bu şəhər ikimizə dar, keçilməz küçələrini, gündüzlərini özünə apar. Mənə bıraq gecələrini.
Birbirimizi düşündükçe